Bismillahirrahmanirrahim. Əziz tamaşaçılar, sizləri salamlayırıq. Həmişəki kimi saat 8, 1 saat ərzində biz bizə yazdığınız sualları cavablandıracaq inşallah. Verilişimizin bugünkü qonağı Abşeron rayon Digah qəsəbə məscidinin axundu Hacı Rıza Salmanovdur. Hacı, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. İnşallah bugün suallarımıza Hacı cavab verəcək. Əziz tamaşaçılar, mən suallara başlamamızdan əvvəl istədiyim 2 nöqtəni sizin nəzərinizə çatdıram. Biri budur ki, bizim bu verilişi təşkilləməkdə əsas məqsədimiz dini suallara, şər'i suallara cavab vermək. Onun üçün də xahiş edirik sizdən bizə görülən yuxulara yazıb göndərməyin. Çünki hər yuxunun insanın özünə hüccəti var. Bizim buradan nəsə deməyimiz, hər hansısa bir şey düz çıxmadığına görə xahiş edirik ki, yuxuları bizə yazmayasınız. İkinci məsələ də müraciət olunur ki, bəzi suallar niyə efirdə səslənmir? O da bundan ibarətdir ki, bəzi suallar var ki, efirdə səslənə bilmir. Necə ki, həmən sualı cəmiyyət arasında soruşmaq olmur, təklikdə soruşulur. Eləcə də cavablandıranda o sualı canlı efirdə cavablandırmaq olmur və bu suallara hamısına Hacıdan soruşub cavab yazılacaq sizə inşallah. Hacı, xoş gəlmişsiniz verilişimizə. Allah razı olsun, çox sağ olun. Hacı, başlayaq suallarımızı verək, biz də inşallah cavablandırın. İnşallah. Şahin qardaşımız soruşur ki, Selamun Aleyküm. Rayondan yazır, hansı rayon yazır, rayondan yazır ki, yas mərasimində deyirlər meyvə verilməməlidir. Bu düzdür. Düzdürmü? Daha soruşmaq istəyir ki, yəni yas məclislərində meyvə və yaxud da ki, günümüzdə real həyatda olan məclislərin, məsələn, belə təmtəraqlı keçirilməsi düzgündürmü? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala nebiyyina Əbil Qasimi Muhammed sallallahu aleyhi və alihi və səlləm və ala əhl-i beytihi tayyibinə tahirinəl ma'sumin la siyyəməl hüccəh ruhi və ərvahul aləmin ləhul fidah. Mən də öz növbəmdə sizləri salamlayıram və təşəkkür bildirirəm ki, məni bu gözəl verilişə dəvət etmişsiniz və bütün sual verən izləyicilərə də bəri başdan öz minnətdarlığımızı bildiririk və inşallah ümidvarıq onlara yetəcək və onları qane edəcək cavabları inşallah bugün bizlərdən eşidəcəklər. Allah kömək olsun. O suallar ki, onlardan birincisi də yas məclisləri ilə bağlı olan suallardır. Bəli, bugün bizim qlobal məsələlərimizdən biri də yas məclislərindəki ifrat dərəcəyə çatmış ehsanat süfrələridir ki, bugün demək olar, adi insanlar da, hətta qeyri-ruhani insanlar da görürsən bu məsələlərdən narahatdır. Allah Teala Quran-ı Kərimdə buyurur, yiyin, için, israf etməyin. Allah Teala həddi aşanları sevməz. Və ehsan məfhumunun özündən də başa düşülən budur ki, dünyadan getmiş şəxs üçün hətta verilən bir dənə xurma belə, əgər Allah dərgahında qəbul olsa, o şəxs üçün böyük savab var. Necə ki, hədisdə buyurulur, bir gün Həzrəti Peyğəmbər Əkrəm bir məclisdə idi. O mərhum dünyadan getmiş şəxsin övladı əlində bir sini xurma ilə ehsanat edirdi. Deyirlər, sinini götürəndə o xurmalardan biri yerə dağılır. O xurmaya baxır, görür xurmanın vəziyyəti sinidəkilərə nisbətən çox çürükdür və dəyər verməyib, onu əyilib yerdən götürmür. Həzrəti Peyğəmbər Əkrəm yanındakılara buyurur, and olsun Allaha, əgər sağlığında özü o çürük xurmanı əli ilə versəydi, ehsan eləsəydi, o birisini xurmadan daha əfsəl və daha xeyirlidir. Ehsanlarımızda da bəli, bu günləri ifrat dərəcədə olan ehsan süfrələrinə rast gəlirik. Ümumiyyətlə deməzdik meyvə. O ki, ehsan olmağa qabiliyyəti var o süfrələrin, o süfrələri qorumağa çalışsaq daha gözəl olar və ondan artığına biz baxıb görürük, bugün kasıb və imkansız təbəqədə özünə bir növ vacib bilir, gedir, borc eləyir, xərc eləyir, gəlir, məsələn,
süfrəsinin üstündə varlı şəxsin ehsanatında olanları bu da düzür. Bu, İslam cəhətindən bəyənilməyən bir dənə haldır. İnşallah, ümumən deməzdik, yəni konkret deməzdik meyvə qoymaq olar, haramdır, haramdır. İsraf etməsək daha gözəl olar inşallah. Çox sağ olun, Hacı. Hacı, Rüqəyyə xanım dəstəmazın almaq barəsində soruşur ki, məsələn, daha doğrusu belə deyək də sualda düzgün dəstəmaz almağı soruşur və yaxud da deyir ki, mən məsələn 3 hissəyə bölüb yuram sifətini və yaxud da bu barədə zəhmət olmasa ki, düzgün dəstəmaz necə olur? Bəli. Bizim dəstəmazda iki iş gördük. Yəni, bir hissə yuyulma, ikinci hissə məz çəkmə işləridir. Yuyulmada da miqdar dəfə sözüdür, yəni üzün və qolların 2 dəfə yuyulması. Bir dəfə vacib, ikinci dəfə isə caiz, üçüncü dəfə haram və batil eləyər, gətirib batil eləməyi çıxardar. Yuyulmaqdan məqsəd üzvə su tökülmək deyil. O xanım sual verəndə buyurmuşdu ki, mən 3 hissəyə tökürəm və neçə dəfə, hətta 5 dəfəyə qədər də mümkündür su tökürəm. Bəli, yuyulmaqdan məqsəd üzvün kamil, üzün ya qolların kamil şəkildə yuyulmasıdır. Mümkündür bunu 10 dəfə su tökməklə insan həyata keçirə, mümkündür 2 dəfə su tökməklə həyata keçirə və yaxud da mümkündür insan qolun su qırantının altına sala və su qolun hər tərəfini ya üzün hər tərəfini əhatə eləyəndən sonra o bir dəfə hesab olunur. Yəni, dəfədən məqsəd üzvün tam yuyulmasıdır. Ancaq üzrəm, kişi dəstəmazı ilə qadın dəstəmazında hər hansı bir fərqi varmı? Bəli, kişi dəstəmazı ilə qadın dəstəmazında yəni, vacibi həddə fərq yoxdur. Müstəhəbbat işlərində var. Məsələn, qolun çölündən başlaması, qadınlarda qolun içəri tərəfindən başlaması müstəhəbdir. Amma vacib cəhətindən heç bir fərqi yoxdur. Hacı, Ramin qardaşımız soruşur ki, kişi öz qadınına təlaq verərkən 3 dəfə boşadım sözünü bir dəfədə deməlidir, yoxsa birini bir gün, o birisini sabah, o birisini... Neysə, yəni təlaq barəsində soruşur, düzgün təlaq vermək. Təlaq məsələsi bugün müftəla olduğumuz, yəni müşküllə, çətinliklə müftəla olduğumuz məsələlərdəndir. Yəni təlaqların düzgün yerinə düşməməsi, İslamda öz başınalığın hərci mərciliyinin ortaya gəlib çıxmasına gətirib çıxardır. Ümumiyyətlə, 3 dəfə bir kişi öz xanımına səni boşadım deyə verdiyi təlaq bizim əqidəyə əsasən düzgün təlaq deyil. O təlaq, yəni o forma verilən təlaq əhl-i sünnə qardaşlarımıza məxsus olan təlaqdır və onların əqidəsinə görə səhih təlaqdır. Bizim əqidəyə görə isə təlaq, kişinin xanımına verdiyi təlaq ərəb dilində səhih, taliq kəlməsi ilə və o taliq kəlməsinin, yəni təlaq verdim deyən şəxsin sözünün 2 nəfər ədalətli şəxs tərəfindən eşidilməsi və xanımın o halda adəti günlərindən pak olması və adəti günlərindən pak olması ilə yanaşı həmbəstər, yəni həyat yoldaşı ilə o zaman, yəni təlaq oxunamamışdan əvvəl yəni bir yerdə olmaması ki, bunlar şərtdir və bizim əqidəyə görə təlaq bu formada düzgün olur. Amma kişi istəyir eyni gündə, istəyir günün müxtəlif günlərdə səni boşadım deməklə həyat yoldaşından azad olub boşanmır. Bu təlaq səhvdir. Yəni bu təlaq digər məzhəblərdə... Bəli, əhl-i sünnə məzhəbinə görə bu təlaq səhihdir. Hətta belə demək olar ki, Həcə, bir şiə xanım ya əhl-i sünnə kişi ilə evlənsə, həmin əhl-i sünnə kişi öz məzhəblərində olduğu qayda ilə boşasa? Xeyr. O tam əksi, siz dediyiniz sualın tam əksi özünü doğura bilər. Məsələn, bir əhl-i sünnə xanımı öz həyat yoldaşından bu formada boşanıbsa, qaide-i ilzama əsasən, ki bizim elmi, fiqhi termində ona deyərlər, qaide-i ilzam, lazım qaydasına əsasən, o xanım həyat yoldaşından boşanıb öz məzhəblərinə görə. Bir şiə oğlan, kişi o xanımdan izdivac qura bilər, bəli. Amma tam əksi olmaz. Olmaz. Bəli. Həcə, Rahib qardaşımız soruşur ki, övladlarımıza Allah Cəllə Cəlaluhun adlarından qoymaqdan nə düzgündürmü daha doğrusu? Bu adları qoymaq düzgündürmü? Bəli. Ümumiyyətlə, hədislərdə var, övladın ata boynunda, atanın, valideynin boynunda haqlarından biri də
ona gözəl ad qoymasıdır, ona gözəl təlim, tərbiyələndirməsidir. Çünki ad insanı bir növ şəxsiyyətləndirir, insana şəxsiyyət verir. Və bu gün də Allaha şükür olsun ki, yəni dini adlara adətən üstünlük verirlər və dini adlardan istifadə edirlər. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurdu ki, hər kəsin 4 oğlu yola mənim adımı qoymaya, mənə əziyyət eləyib, mənə zülm eləyib, mənə haqsızlıq eləyib. Ya başqa hədislərdə var, ən xəsis insandır ki, mənim adımı evladlarının birinə qoymayıb. Biz gözəl olar Əhl-i Beytin və Peyğəmbərin digər adlarından istifadə eləyək. Allahın adlarından da istifadə eləyəksə, gözəl olar onun qabağına əbd kəlməsini qoyaq. Məsələn, Rəhman əgər bir nəfər evladına qoymaq istəyirsə, gözəl olar Əbdürrəhman, Əbdürrəhim və bu kimi adlarla istifadə edək. Bəli, yəni Rəhmanın, Rəhimin, Allahın qulu. Zəhra xanım soruşur ki, hicabı çənəyə qədər örtmək vacibdir, yoxsa müstəhəbbidir? Bəli. Hicab örtünmə qaydası ümumi müştəhidlərin, mərci təqlidlərin nəzərinə əsasən dəstəmaz zamanı üzün, əllərin, daha doğrusu üzün yuyulma miqdarı qədər və o miqdardan ehtiyatən biraz artığın bağlamaq kifayətdir. Belə deyək, tük bitən yerdən, alnın tük bitən yerindən biraz alına, yəni qaşlara tərəf yaxın hissədən çənənin altına qədər, ehtiyatən çənənin tam axırına qədər örtülmə gözəl olardı inşallah. Bir məsələyə burada toxunulub. Əlbəttə, adı yazılmayıb kimdir. Amma suala belədir ki, biz 1400 il bundan əvvəl baş verilmiş Kərbəla qiyamını ağlayırıq, amma 20 il öncə baş verilmiş Xocalı faciəsini ağlamırıq. Bu barədə istəyir bir açıqlama verəsiniz. Bəli. Ümumiyyətlə, Kərbəla və Xocalı qiyamını eyni şəkildə müqayisə etmək bir balaca Kərbəla qiyamından xəbərsiz olmağa gətirib çıxardır bizləri. Biz onları müqayisə etsək, biz bərabərdir, biz Kərbəla qiyamından xəbərsiziz. Çünki Kərbəla, Xocalı qiyamından əlavə bilirik dünyada və neçə məzlum müsəlman ölkələrində bu cür hadisələr baş verib və onlar rəsmi olaraq həmən dövlət çərçivəsində, yəni o günün il dönümü adı ilə xatırlanır və efirdə verilişlər də hətta ona görə hazırlanır, bu öz yerində. Amma Kərbəla qiyamının özəlliyi, üstünlüyü bunda idi ki, İmam Hüseyin əleyhissalamın qiyamı bir xalqın, bir dəstənin şəhid olması dördü. İmam Hüseyin əleyhissalamın qiyamı bir İslam dünyasına İslam bəxş eləmək idi və bir İslam dünyası üçün İslamı qoruyub saxlamaq idi. Ona görə də İmam Hüseyin əleyhissalamın qiyamını xatırlamaq bizə, belə deyək, fərzdir, vacibdir və boynumuzda bir növ haqdır ki, çünki İmam Hüseyin əleyhissalamın qiyamı olmasaydı, bizim bugünkü namazımız, dualarımız, Ramazanımız, belə deyək, əlimizdə olmazdı və olsaydı da təhrif olunmuş bir formada olacaqdı. Yəni, İmam Hüseyin əleyhissalamın qiyamına biz sadə qiyam kimi baxmamalıyıq. İmam Hüseyin əleyhissalamın qiyamı dinin qalmasına gətirib çıxardan bir qiyamdır və ona görə də 1400 il yox, ta qiyamətə qədər də bu qiyam anılacaq, qeyd olunacaq və dünyanın hər bir yerində bu müsibət yad olunacaq inşallah. Yəni, hər bir müsəlman olduğuna görə Allahımıza borcludur. Bəli, İmam Hüseyin əleyhissalama borcludur. Hacı İlham qardaşımız soruşur ki, İbrahim Peyğəmbərin anasının adı nə olur? Bəzi rəvayətlərdə Emilə yazılır, bəzilərində Sara. Doğru olan hansı variantda onu soruşmaq istəyir? Bəli. Həzrəti İbrahim əleyhissalamın anasının adı barəsində bəzi rəvayətlərdə Nu'na adında, bəzi rəvayətlərdə Emilə ya Umeylə adında olması qeyd olunub. Yəni, hər rəvayətdə bu adlar istifadə olunur. Bəli, bəli. Hacı Rüqəyyə xanım soruşur ki, mən Şəvval ayında oruç tutacam demişdim, amma xəstə olub tuta bilmədim. Bəli.
Bunun vacib olmadığını bilirəm. Lakin onu yenə də tutmaq istəyirəm. İndi Şəvval ayının qəza orucunu tutmaq niyyəti ilə tuta bilərəm, ya artıq o keçdi və mümkün deyil. Yəni soruşmaq üçün onu qəza niyyəti tuta Bəli, bilərəm. əgər bu xanım Şəvval ayında oruç tutacağam niyyəti edibsə, yəni bu vacib ünvanında artıq bu xanımın boynunda olub oruc, yəni nəzir kimi. Yəni, mən Şəvval ayı yetişsin, oruç tutacağam. Bu nəzir kimidir və həmən ay yetişdikdə bir şəxsin üzrü olubsa, o nəzir orucu, üzr aradan qalxan kimi dərhal yerinə yetirməlidir. Əgər nəzirdirsə, ümumiyyətlə, yəni nəzir qəsdi etməyib, yəni ümumiyyətlə istəyib bu ayda oruç tutsun, tuta bilməyib, bu boynunda fərz vacib deyil. Məsələn, savaba çatmaq üçün. Bəli, savaba çatmaq üçün istəyirsə, üzrü aradan qalxandan sonra tuta bilər. Bəli. Necə bu orucla əlaqədar bir sözü soruşum. Buyur. Qəza orucu olan şəxs müstəhəb oruclar tuta bilərmi? Bəli, boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Bəli, vacibdir ki, qəza oruclarından tutsun. Hacı, Nima xanım soruşur ki, ayət namazı haqqında biraz məlumat verərdiniz. Yəni, ayət namazın necəliyi barəsində soruşur. Bəli. Ayət namazı adından məlum olduğu kimi xüsusi hadisələr baş verdikdə, xüsusi işlər, nişanələr baş verdikdə insana vacib olur. Adətən 4 hadisəyə görə ayət namazı bizə vacib olur. 1 ay tutulması, 2 günəş tutulması, 3 zəlzələ, 4 ildırım və güclü, dəhşətli, qədim terminlə desək, qırmızı və dəhşətli küləklər əsdiyi zamandır və yaxud da bəzi mərcəy təqlidlər buyururlar ki, bütün insanların qorxmasına səbəb olan bir hadisə də baş versə, ehtiyata görə ayət namazı qılmaq vacibdir. Ayət namazının ay, günəş tutulduğu zaman vacib olur, ay, günəş tutulmağa başlayan vaxt və son həddi də onlar tam açılana qədərdir. Yəni, günəşlə ayın tam açılana qədər o namazların son həddidir. Əgər bir insan bunları o vaxta qədər qılmasa, vacibdir ki, nə əda, nə qəza niyyəti etmədən o namazları qılsın. Və həmçinin zəlzələ və ildırım, şimşək nəticəsində vacib olan ayət namazları da bu cürlədir. Yəni, əgər insan bunları vaxtında qıla bilməsə, bunları sonradan qəzasını qılmalıdır. İnsanın boynundan mümkündür bir neçə ayət namazı eyni vaxtda vacib olur. Məsələn, günəş tutula, zəlzələ baş verə, bunların hər biri üçün ayrı-ayrılıqda ayət namazı bizə vacibdir. Ayət namazının qılınma qaydası bu cürlədir ki, 2 rükətdir və daha doğrusu ayət namazı 2 rükətdir və hər 2 rükətində 5 rükû vardır. İnsan iki formada bu namazı qıla bilər. Birinci forması budur ki, Həmd surəsini oxuyandan sonra istənilən bir surəni oxuyub, rüküyə getmək, qalxıb təkbirətül-ehram dedikdən sonra yenidən bir Həmd surəsi oxuyub və istənilən bir surəni oxumaq. Ta 5 dəfə rükü tamamlanandan sonra 5-ci rükülə gedib ayağa qalxdıqdan sonra səcdəyə gedir və 2-ci rükəti də bu qayda ilə qılır. Amma bundan asan bir tərzdə qılınma qaydası isə belədir ki, ayət namazı niyyəti edəndən sonra Həmd surəsini oxuyub, surəni 5 hissəyə bölməklə. Bu nə cür olur? Məsələn, Həmd surəsini vələzzalin ayəsinə qədər oxuduqdan sonra biz Qul Huvallah surəsini 5 yerə bölüb ayət namazını qıla bilərik. Bismillahirrahmanirrahim deyib, Qul Huvallah surəsinin Bismillahirrahmanirrahimin deyib, Allahu Ekber eləyib rüküyə gedirik, qalxırıq, Qul Huvallahu əhəd, yəni Allahu Ekber deyib, rüküyə gedirik və beləliklə vələm yəkun ləhu kufuvan əhəd deyib, rüküyə gedib, rüküdən qalxandan sonra bilavasitə səcdəyə gedirik. Və 2-ci rükətdə bu qayda ilə qılmaq olar. Yəni, bu formada qılındıqda surədən əvvəl, sonraki rükətlərdə də həmd oxunmaz. Ancaq o surənin qalan hissəsi oxuyub rüküyə gedilir. Hacı, bizə Rusiyadan yazıb baxan qardaşlarımız yazır ki, biz Rusiyada yaşayırıq, amma burada namaz vaxtı, düzgün namaz vaxtını tapa bilmirik.
Bu barədə nə deyə bilərdiniz? Yəni onlara necə düzgün vaxt, o şəri vaxt? Bəli. Buradakı qardaşlarımıza əvvəla buradan canlı efirdən istifadə edib fürsətdən salam deyirik. Allah Teala onların imanın, əxlaqın günü-gündən kamil eləsin inşallah. Yəni o cür bir məntəqədə, o cür bir ölkədə o dini qoruyub saxlamaq həqiqətən çox şərəfli və çətin bir işdir. Allah onları bu yolda sabit qədəm eləsin inşallah. Bu qardaşlara tövsiyələrimiz bu idi ki, oradakı cəmiyyətlər, İslami cəmiyyətlər, dini cəmiyyətlərə müraciət etməklə, yaxud da internet saytı ilə əhlibeyt.ru saytından istifadə etməklə oradakı qardaşlarımız namaz vaxtlarını əldə edə bilərlər. Düzgün namaz vaxtları. Ancaq başqa bir sualımız intihar haqqındadır ki, məsələn, Allah Teala şirkdən başqa hər bir günahı bağışlayar və intihar barəsində soruşur ki, intihar etmiş bir şəxs cəhənnəmdə öz cəzasını çəkdikdən sonra ümidi var ki, Allah Teala onu bağışlayıb yenidən cənnətə aparsın. Bəli. Bizim əqidəyə əsasən Əhl-i-Beyt Peyğəmbər hədislərinə əsasən insan intihar etdiyi zaman insanın bütün əməlləri yanar, məhv olar. Yəni, insanın heç bir, əgər salih əməl sahibi də olsa, insan o zaman ki, intihar elədi, bütün onun əməlləri məhv olar və yanar. O insan əbədiyyən cəzaya məhkum olar, bəli. Əsl işin həqiqəti də Allah alimdir, Allah gözəl bilir. Yəni, dəqiqliklə demək olmaz ki, insanı Allah heç vaxt bağışlamaz. Amma hədislər, rəvayətlər bunu göstərir ki, bəli, bir insan özünə qəsd etsə, bütün əməllərini yandırıb. Belə deyil mi? Yəni, heç bir əməli qalmır ki, bunu Allah oradan çıxardıb, tezdən behişdə aparır. Günahkar, günah eləyib, yanında savab əməli olanların fərqi bundadır ki, günahlarından arınandan sonra etdikləri savaba görə gedəcəklər behişdə. Amma bunların ki, bütün əməlləri yanıb, bunların behişdə gedməsinə rəvayətlər, hədislər işıq yolu göstərmir, demir bunlar behişdə gedəcək. Amma Allah gözəl alimdir, Allah gözəl hakimdir inşallah. Yəni, son hər şeyin nəticəsini Allah verir. Amma bizdə olan qanuna görə... Bizdə olana görə ki, insan o işdən sonra əbədiyyən cəhənnəmdə məhkum. Tövbə eləmək imkanı olmur da, yəni. Bəli, çünki... Hər günahdan sonra insan tövbə eləsə, Allah təala bağışlayır. Amma intihar eləsə... İntiharda tövbə yox. Tövbə imkanı olmur. Hacı, bu dəfələrlə soruşurlar bizlərdən. Yenə bir dəfə də bunu canlandıraq. Hicablı xanımın kimin yanında hicablı və kimin yanında hicabsız gəzə bilmək barəsində soruşur. Yəni, hicablı xanımlar harada hicabla, harada hicabsız gəzə bilər? Hicablı xanımlar o xanıma məhrəm olan kəslərin yanında hicabla gəzə bilər. Məsələn, o cümlədən atasının, qardaşının, atasının, yəni babasının yanında, öz evladının yanında, oğlunun yanında, həyat yoldaşının yanında, həyat yoldaşının atasının yanında xanım hicabsız gəzə bilər. Yəni bunun məhrəm olan. Bir sözlə belə deyək ki, kiminlə ki evlənə bilər, onun yanında gərək hicabla gəzsin. Kiminlə ki evlənə bilməz, yəni sən atadır, qardaşdır. Yox, mümkün o balaca məsələni qaranlıq eləyər. Çünki mümkündür, xanım eyni vaxtda icazəsi olmaz qardaşının, yəni həyat yoldaşının qardaşının evlənməyə, necə deyərlər, haramdır eyni vaxtda, çünki evlidir. Baxmayaraq ki, onun da yanında hicablı gəzməsi vacibdir. Qaynının da yanında hicablı gəzməsi. Həzi, növbəti sualımız Nurgün xanım soruşur. Niyyətlərin və istəklərin qəbul olması üçün hansı duanı oxumaq yaxşıdır? Niyyət və istəklərin qəbul olması üçün. Belə bir duamız var, yoxsa? Niyyət və istəklərin qəbul olması üçün ümumiyyətlə insan istəyinə bir balaca nəzər yetirsə, görsə ki, həqiqətən bu istəyi, o niyyəti Allahın istəyi ilə uyğun gəlirsə, inşallah özü istənilən formada Allahdan onu istəsə kifayətdir.
Yəni, əsas niyyətimizin düzgün olması. Mümkün bizim ibadə niyyətimiz, olması. bəli, İslama zidd bir niyyətdir. Ona görə Allah Teala ilə onu bizim üçün yetişməsini məsləhət bilmir. Hacı, növbəti sualımız Orxan qardaş soruşur ki, Əhl-i Beytdən nəsə istəmək Allaha şərik qoşmaq deyilmi? Bu barədə soruşur ki, məsələn, Əhl-i Beytdən nəsə istəmək. Məsələ, Allaha şükürlər olsun ki, bizim məmləkətdə, bizim respublikada gün kimi aydın olan məsələlərdən biridir və dəfələrlə də müzakirə olunmuş və öz yerini tapmış məsələlərdən biridir. Allahdan istəmək, Əhl-i Beytdən istəmək, Allahdan istəmək, bunlar tam fərqli bir şeydir və heç də getirib şirkə çıxartmaz. Çünki bizim özümüzün yaşaya həyatımızda biz neysə, kimdənsə istəyirik və bunu təbii olaraq da baxırıq. Əhl-i Beytdən də istəmək bu baxımdan ki, hamımız o kəs ki, məsələn, Həzrət Əli əleyhissalamdan nəsə istəyir, ya xanım Fatimə Zəhra salamullahi əleyhadan nəsə istəyir. Əsl həqiqətdə o istəyən özü də bilir ki, bunlar vasitə qərar verilir, bu şəxslər özü də Allahdan bizim üçün bunları istəyir. Yəni, heç bir şəxs deyə bilməz ki, mən Həzrət Əli əleyhissalamdan birbaşa istəyirəm və Həzrət Əli özü birbaşa mənə neysə əta edir. Yəni, bizim əqidənin gözəlliyi bundadır ki, biz bunları vasitə ünvanında deyirik. Sadəcə dilin öyrəşməsinə görə, onu müsamihə deyərlər də, bu dil ki, bu cür öyrəşib. Məsələn, getdim Mir Mövsüm ağanın ziyarətində, ağadan filan şey istədim və mətləbimi aldım, gəldim. Əsl həqiqətdə o mətləb sahibindən soruşsun, bir bəli, ağa Allahdan aldı, verdi mənə. Yəni, ağadan istəsə də, amma niyyət Allah Teala. Niyyət Allah Tealadır və bu istəyən özü də bilir ki, düzdür, indi bəzən avam insanlar olur, məsələn, soruşsun, məsələni bu cür izah eləməz sənə. Amma bəzi avamlarla bir əzəmətli məzhəbi irad eləmək olmaz. Orxan qardaşın növbəti sualı budur ki, Peyğəmbərimizə salavat göndərmək barəsindədir. Yəni, deyir, o salavatda onun ailəsinə salavat göndərməsən, Allahümmə səlli alə Muhammed desəm, kifayətdir. Ümumiyyətlə, salavat dedikdə Allah Teala'nın əmri olan ayələrdən biri də budur. Sallu aleyhi və səllimu təslima. Allah Teala buyurur. Peyğəmbər Əkrəm bu ayə nazil olanda sual elədilər səhabələr ki, ya Rəsulallah, biz sənə necə salavat yollayaq ki, sən razı qalasan. Çünki salavat sənə gəlir. Yəni, bu, sən istəyən formada olmalıdır. Həzrət buyurdu ki, mənə naqis salavat göndərməyin. Mənə kamil salavat göndərin. Həzrət ayrıca buyurdu ki, deyin, Allahümmə sallələ Muhammed və ali Muhammed kəma səlləytə əla İbrahimə və ali İbrahim. Allah Peyğəmbər və onun əhl-i beytinə salavat yolla, necə ki, İbrahim və onun əhl-i beytinə sən salavat yollamışsan. Yəni, tək formada deyilsə... Bəli, tək formada deyilsə, naqis salavatdır və Həzrəti Peyğəmbərimiz özü bu salavatı bəyənməyib. Yəni, buyurur ki, mənə salavat zikr edəndə kamil şəkildə. Nə cür? Nə cürlüyündə bu cür deyil Həzrət. Bir Vüqar qardaşımız yazır ki, anam ürək xəstəsidir, həkim ona uzun səcdədə qalmaq və yaxud da başını çox aşağı salmağa icazə vermir. Bu halda anam necə namaz qıla bilər? Allah Teala əvvəla qeyd edir, şəfa versin o xanıma inşallah. Allah buyurur, mən sizi çətinliyə salmaq istəmirəm, mən sizlər üçün asanlığı sevirəm. Allah kimin nə formada gücü yetdiyi qədər ondan ibadət istəyir, təbii formada. Bizim də fikrimizə görə, əgər səzdəyə bu xanım gedib bilirsə və çətinliyi də budur ki, çox qala bilmirsə, o miqdar ki, bu qala bilir, o miqdar zikr desə kifayətdir. Yəni, hətta Subhanallaha da, məsələn, çox çətin dözülməz həddə, məsələn, narahatçılığa səbəb ola bilərsə, onun səzdədə qalmağı 3 dəfə Subhanallah deməyə görə, bir dəfə də Subhanallah deyib qalxsa kifayətdir. Həmçinin rükuda da. Amma ümumiyyətlə səzdəyə və rükuya gedə bilmirsə və buna çətinlik, məşəqqət törədirsə, hündür bir şeyin üstünə səzdəyə getsə, əgər bu çətinlik törədilməsə, o formada eləsin, ya ümumiyyətlə o da mümkün olmasa, rüku və səzdəyə işarə eləsə, hətta buyururlar kifayət eləyər. Bəli, gözü ilə işarə edib, səzdənin, rükunun, zikrindəsə də kifayət eləyər.
Hacı Siyavuş qardaşımız soruşur ki, mən yəni namaza başlamamışdan əvvəl cahiliyyət dövründə qumar oynamışam. Bəli. Və bu qumar halal pulun qarışıb haram pula. İndi bunun halallaşdırmağını soruşur ki, hansı yolla bunu halal edə bilərəm? Bizim pulumuz, yəni xumsumuzun vacib olan yerlərindən biri də budur ki, halal pula haram mal qatışsa. İnsan əgər onun məbləğini bilirsə, burada xumsa ehtiyac yoxdur. Həmən haram pulun məbləğin bugün əlində olandan ayırsa kifayətdir, o pulu halala çıxar. Amma əgər haram qatışan məbləğ qarışıbsa və bilməyibsə nə qədər qarışıbsa, ümumilikdə malının 5də 1-in xums çıxartsa, inşallah malı halal olacaq. Bir Əli qardaşımız soruşur ki, kim imam cəmaət, namazda imam cəmaət ola bilər? Yəni imam cəmaətin şərtlərini soruşmaq istəyir ki... Bəli, imam cəmaətin şərtləri əməliyyə risalələrində qeyd olunduğu kimi aqil olsun, balıq olsun, yəni ağıllı olsun, dəli olmasın, balıq olsun, yəni həddə buluğa çatmış şəxs olsun, 12 imam şiəsi olsun, düzgün təcvid elminə malik olsun, yəni təcviddən də məqsəd hərflərin məxrəcini düzgün əda edə bilsin, yəni şərt 4, məsələn, idğam, ixfanı yerinə yetirsin. Təcviddən məqsəd yəni hərflərin məxrəcini düzgün səsləndirə bilsin və cəmaat arasında hörmət sahibi olsun, ədalətli olsun. Ədalətdən də məqsəd, yəni günahlara mürtəkib, yəni günah eləyən bir insan olmasın. Bu şəxsin ardında namaz qılmaq heç bir manəsi yoxdur. Yəni belə bir şəxs. Ramindi adın dəqiq yazılmasa da soruşur ki, qadının İslam dinində qadının qaşını almasını və yaxud da tatuaj etməsinin nə kimi hökmü var? Bəli, İslam dinində ümumiyyətlə Quran-ı Kərimdə Allah Teala Nur surəsi 31-ci ayda buyurur, xanımlara zinətlərinizi naməhrəmlərə aşkar şəkildə göstərməyin və o işlər ki, naməhrəmin günaha düşməsinə səbəb olur, onlardan çəkinin. Əgər qaş aldırmaq, xanımın qaş aldırması cəmiyyətdə, yəni onun münasibətdə olduğu şəxslərlə onları günaha salmaq, onları günaha təşviq etmək dərəcədə olarsa, bu işdən çəkinsə yaxşı. Amma yox, yəni normal bir halda olsa, yəni həddi aşmadan olsa, təbii formada olsa ki, İslamla, dindən heç bir ziddiyyəti yoxdur. Hacı Zeynəb xanım bir sual soruşub. Deməli, naməhrəm kişi ilə qadının bir otaqda namaz qılması və yaxud da kişinin qabaqda ya qadının qabaqda namaz qılması barəsində necə olarmı? Naməhrəm, iki naməhrəm bir yerdə namaz qılması. Bəli, bəli. Bu, müctəhidlər arasında bəzi fərqli məsələlərdəndir. Ona görə dəqiq xanım yazmıyor. Yazsaydı ki, hansı müctəhidə təqlid eləyir, ona görə cavabı deyərdik. Yəni, bəzi müctəhidlərin nəzərinə görə onlar bir... Bəli, bəzi müctəhidlərin nəzərinə görə fərqi yoxdur. Yəni, istəyir kişi qabaqda dursun, istəyir xanım arxada, istəyir xanım qabaqda, istəyir bərabər. Bəzi müctəhidlər, məsələn, o cümlədən Ayətullah Sistani, Allah Teala ömrünü bərəkətli eləsin, ağa buyurur ki, vacibdir kişi qabaqda dursun. Yəni, qadının səcdə elədiyi yer kişinin dayandığı yer olmalıdır. Yox, əgər mümkündür, yəni otağın balacalığı ya başqa bir səbəblərə görə araya bir bir mani örtük çəkilsə, bunlar ayrı-ayrı eyni səviyyədə yana bilər. Bu şərtlə ki, bir-birini görməyərlər. Yəni, o örtük o səviyyədə olur ki, bunlar bir-birini görməyərlər. Amma bir-birini görərlərsə, qadının dayandığı, kişinin dayandığı yer qadının səcdə elədiyi yer olmalı. Yəni, hər ikisi eyni vaxtda yan-bayan durub namaza başlasa, hər ikisinin namazı batildir. Və yaxud da kişi qılırsa, xanım da gəldi onun yanında durdu. İkinci hansı başlasa, onun namazı batildir. Amma hər ikisi eyni vaxtda başlasa, hər ikisinin namazı eyni vaxtda batildir. İcazə verirsiniz, bir sualdan bu barədə mən soruşum. Əgər indi qadın namaz qılmasa, sadəcə namaz qılan kişinin qarşısında olsa necə? Bəli, qadın namaz qılmasa, namaz qılan kişinin qarşısında olsa, kişinin namazına xələl getirilməz.
Amma əgər naməhrəm olsa, çəkinsələr yaxşıdır bu işdə. Ümumiyyətlə, naməhrəm kişi ilə naməhrəm qadının bir otaqda qalması ki, fəsadın getirib çıxarda bilər adətən çox vaxt, onu bəyənmirlər. Yəni, o bəyənilən bir haldır, ondan şiddətli şəkildə tərkini tövsiyə edirlər. Əziz, növbəti sualımız həddi buluğa yetişməni soruşur. Məsələn, oğlan nə vaxtdan namaza başlamalıdır və yaxud da qız uşağı nə vaxtdan namaza başlamalıdır? Bəli, həddi buluğa yetişməyin nişanələri ki, risalələrdə də qeyd olunub, 3 dənə əlaməti var. Yəni, adətən, əgər yaşla götürsək, oğlanlarda 14 yaş, qəməri təqvimi ilə 15 yaş, qızlarda 9 yaşın tamam olması, qəməri təqvimi ilə. Amma sair əlamətlər ki, onları risalələrdən də müraciət edib oxuya bilərlər. Əsas odur ki, bu yaşa çatdıqda artıq namaz var, həm namaz, həm oruc, hər iki yerdə olur. Ümumiyyətlə, Quran-ı Kərimdə ya eyyuhəl-ləzînə amenun kəlmələri bunlara aid olacaq inşallah. Ey iman gətirənlər. Yəni, istər vacibi, bəli, bütün fiqh hökmlər həmən şəxslərə aid olacaq. Üzrsən, yenə də cəmaat namazı barəsində sualımız ki, namaza gecişən insan sonradan namaza necə qoşula bilər? Cəmaat namazından qoşulmağı necə ola bilər? Bəli, namaza gecişən insan piş namazın, yəni qabaqda duranın istənilən rəkətində qoşula bilər və o rəkətə görə öz vəzifəsinə əməl etməlidir. Yəni, birinci rükətdə çatıbsa, rüküdə çatıbsa, yəni rüküyə qədər çatsa, yəni piş namaz rüküdən qalxmamış yetişsə, o şəxsin birinci rükəti həmən namazda hesab olunacaq. Yəni, o rüküyə çatanda o öz namazının birinci rükətini hesab edir. İkinci rükətə çatanda, yəni həm piş namaz, həm surəni oxuduğu zaman yetişsə də, yəni eyni qaydada o piş namazın 2 bunun birinci rükət hesab olunacaq. Təsbihat ərbəyə yetişsə, yaxşı olar gözləsin piş namaz, təsbihat ərbəni qutarıb rüküyə geçsin və niyyət edib bu rükuda onu qoşulsun, eyni ilə də birinci rükəti orada tamam olunacaq. Əgər piş namaz 4 rükətdə namaz qılırsa, o qalxıb 4-cü rükətin təsbihat ərbəsini oxuyanda bu iqtida edən bacardığı qədər həm surəni oxumalıdır. İndi mümkün həmdə oxuya, surəni çatdırmaya, rükuda özün imama çatdırmalıdır. Yəni, rükuda özün imama çatdırandan sonra ikinci rükətdə artıq hesab olunacaq. Hazır Vüqar qardaşımız xumus və zəkat barəsində soruşur ki, kimlərə xumus, kimlərə zəkat vacibdir? Və yaxud da sualın elə ki, ikinci hissəsi də budur ki, xumus necə hesablanır və hansı gün verilir? Zəkat, xumus, yəni bildiyimiz ki, bunlar fərqli sözlərdir. Yəni, insanlar adətən dil əzbəri kimi bunları yanaşı işlədir, amma bunlar fərqli şeydir. Bizim zəkat 9 şeyə vacib olur. Burada arpa, kişmiş, qızıl, gümüş ki, bunlar öz həddləri var, nisab həddi deyirlər bunlara. Bu həddə yetişəndə bunların özlərinin ayrılma miqdarı var. Müfəssəl izah olunur. Amma xums ki, xums insanın ildə bir dəfə gəlirindən, o gəlirindən öz xərclərin çıxandan sonra, yəni illik xərclərin çıxandan sonra əlində qalan miqdara 5də birini ayırmasıdır. Və 5də birin ayırıb təqlid elədiyi müştehidə və yaxud da təqlid etmədiyi müştehidə, hər hansısa bir müştehidə, müştehidin nümayəndəsinə, dəftərxanasına onu verib, yəni illik xumsun bu formada verə bilər. Necəliki də hesablamalardır, o da müfəssəldir inşallah. Bir də həncə bir sualımızda valideynin övladının boynunda olan haqlardır. Yəni, valideyn uşaq üçün nə etməlidir? Öz övladı üçün. Bəli. Bayaq o hədisi biz dedik, Həzrəti Peyğəmbər Əkrəmdən sallallahu aleyhi və səlləm Həzrət buyurdu ki, ümumən 3 şərt qoyub Həzrət hədisdə ki, onu gözəl ad qoymalıdır,
övladı. Bəli, bəli. İlk öncə gözəl ad qoymalıdır, gözəl təlim tərbiyə eləməlidir və hətta buluğa yetişdikdə onu evləndirməlidir. Hədisdə Həzrəti Peyğəmbər 3 məsələyə işarə edir. Yəni, ümumiyyətlə, evladın salih olması üçün, evladın xeyirli bir evlad olması üçün valideynin nə qədər əlindən gəlsə, nə qədər iş görə bilirsə, görsə, bir növ vəzifəsidir. Yəni, məxsusən bu cəmiyyətdə, yəni belə bir zamanda valideynlərin boynuna belə deyil, böyük ağır bir yük düşür. Çünki Həzrəti Peyğəmbər dönüb axır zamandakı valideynlərdən şikayətlənib, geleylənib, buyurub, vay olsun axır zamandakı insanların valideynlərinin əlindən. Səhabələr sual edərlər ki, ya Rəsulallah, müşrik, kafir valideynlərin əlindən, Həzrət buyurdu ki, yox, mömin, müsəlman valideynlərin əlindən. Buyurdular, ya Rəsulallah, bəs bu mömin və müsəlmandır, niyə bunun əlindən? Vay, Həzrət buyurdu ki, onları Qur'anı meyləndirməzlər. Onları Qur'an öyrətməyə, Qur'an oxumağa onlarda şövq yaratmazlar. Ona görə vay olsun axır zamandakı valideynlərin əlindən. Yəni, bir növ valideynlərin gözəl və ümdə vəzifələrindən biri də budur ki, övladların İslami maarifə daha çox meyilli eləsinlər. Dini öyrənməyə. Bəli, dini öyrənməyə, Qur'anı öyrənməyə. Xüsusən ki, Qur'anı oxumaq həm kişiyə, həm qadına Peyğəmbərimizin hədisində vacib olur ki, öyrənin Qur'an oxumaq. Əziz, suallarımız bu qədər idi. Çox sağ olun. Vaxtınızı bizə ayırdınız. Allah razı olsun sizdən. Əziz tamaşaçılar, bugünkü suallarımız bura qədər. Sizin suallarınızı inşallah gələn həftə şənbə gününə kimi əhlibeyt.com saytında gözləyirik. Orada dini suallarınız bölümü var. Orada bizə suallarınızı yaza bilərsiniz. Biz də inşallah qonaqlarımızın köməyi ilə sizin bütün suallarınızı cavablandırarıq. Sağ olun. İnşallah sizi Allaha tapşırırıq.